Herkese salam qızlar, gecənin yarısında. Saat neçədir Bərş? Saat 4 işte. Saat 4. Gecənin yarısında qızlar sizlər üçün vlog çəkir bu qız. Neyinirik? Ağcabədiyyə gedirik. Bugün qardaşımın ad günüdür. Qardaşımı ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Yəni ayın 16-sına keçibdə artıq 16 avqust qardaşımın ad günüdür. Yaxşı ki var, yaxşı ki bizim dayımız, qardaşımızdır. İndi gedirik qardaşımızın ad gününə, qardaşımın ad gününə. Ağcabədiyyə gedirik. Təbii ki, gecə saat neçə olmağına baxmayaraq hazırlaşırıq. Qolum ağrıdı Allah. Hazırlaşırıq. Veşləri falan yığmışam. Bilirəm ki, belə hazırlıq vloglarını sevirsiniz. Sübh namazından sonra çıxırıq yola. Yəni yola biraz erkəncə olacaq, tez çıxacaq yola inşallah. İndi çəkəcəm, nələr götürmüşəm özümlə. Ağcabəddən sifarişlər var, onları çəkəcəm. Ümumi belə bir hazırlıq çəkəcəm. Vlog uzun olarsa bunu yerləşdirəcəm. Sabah növbəti vlogu çəkəcəm. Qısa olarsa da ardına yola çıxmağımızı artıq çəkəcəm. Qızlar, burada elə divanda yatacağım. Yuxu məni tutub yatım qalmayım deyə. Mənim sumkamdır o. Burada bu götürdüyüm paltarlardır. Yola rahat paltar geyinəcəm. Bunlar heç. Yola rahat paltar geyinəcəm. Belə, məsələn, qırmızı don götürmüşəm. Üstündən ağsarçıqa, belə 2 dənə mavi don götürmüşəm. Tulumu götürmüşəm. Bunları sabah, yəni özümüz olacaq. Çox adam olmayacaq. Xala qızları falan gələcək ad gündən sadəcə. Amma yenə də belə qəşəng geyinib keçəcəm ki, həm qəşəng maraqlı şəkillər çəkdirək, həm qəşəng maraqlı videolar çəkək. Ona görə qəşəng make-up belə eləyəcəm. Make-up məhsullarını belə götürmüşəm. Bunları da indi sabah geyinəcəm. Mamanın hansı xoşuna gəlsə onu saxlayacağam. Belə, ona görə belə 3 dənə don, bir dənə tulumu götürdüm. Bir dənə bunu götürmüşəm qızlar. Bu arada dırnaqlarıma fikir verməyin. Dırnaq ustam burada deyil deyə dırnaqsızam. Belə bir deməli məhsul götürmüşəm. Bu qızlar travel setdir. Baxın bu şəkildə kaşloku da var, görürsünüz də. İçərisində həm üz yumasıdır, həm tonikdir, həm də nəmləndirici kremidir. Hər biri yəni bir aradadır. Belə mini qabda olduğuna görə mənə çox rahatdır. Bunu ilə hara gedirəmsə, hətta idmana belə bunu özümlə aparıram. Çünki idmanda duşa falan girib çıxır. Çıxandan sonra dəri quruyub mütləq ki nəmləndirmək lazımdır, toniklə silmək lazımdır. Bu da vitamin C tərkibli olduğuna görə qızlar səpkilərini falan qarşısını alır. Yəni əsl yay məhsuludur ki, o dərini qoymur, yağlansın, qarışıq dəri tipinə dönsün. Çox qəşəngdir. Bizdə satışda da var. Hara gedirəm özümlə götürürəm. Kaşlok da var da mənim üçün çox rahatdır. Orada gördüyünüz dərmanlarımdır mənim. Bilirsiniz ki, məndə zor problem var, insülin direnç problemi var. Ona görə hara gedirəmsə dərmanlarım məndəndir. İndi yanına da gətirəcəm. Sumkan yığmamışam. Kofemi falan əlavə eləyəcəm. Daha sonra baxın kosmetik çantam budur. Elə travel üçündür. Bu da axşam içərisində nələr götürmüşəm göstərəcəm sizə. Düzdür, bir günlük gedirik. Bir günlük getməyimizə baxmayaraq, amma ad günündə qəşəng make-up eləyəcəm. İndi birazdan durub kiprik falan da yığacam. Professional make-up etmək istədiyimə görə. Ona görə pərşməsən nə yadımdan çıxıb bacım? Nə olar, yadıma düşmüşkən gətir makyaj sabitləyici. Bu da hava biraz istedi, məncə lazım olacaq o bizə. Onu gətirərsən əlavə eləyərik. Və qızlar bir dənə makyaj elə bil çant pərçdə götürmüşdüm. Mən pərçə dedim ki, mən hər şey götürmüşəm də. O da dedi, hə götürmüsənsə bacı nəyə ehtiyacdır? Qatarda tökdü hamısını yerinə. Dedim, day ikimiz də lazım deyil, eləyirik. Onsuz da tonalimiz də ikimizin də dərisinə düşür. İşlətdiyimiz məhsullardır demək olar ki, eyni məhsullardır. Bəli, yəni bu makyaj sabitləyici ilə qoy bunu gətirib bacım gətirmişkən bundan başlayayım qızlar. Likt markasının da hər dəfə Türkiyəyə gedəndə özümlə gətirirəm. Azərbaycanda satışı olmayan bir markadır. Bu o qədər gözəl makyaj sabitləyir. O qədər qəşəng makyaj sabitləyir. Yəni bu 79 manata Anastasiya almışdım mən qızlar. Bir köpüklüyüdür də, bir köpüklük. Yəni heç nə idi. Bu 29 manatadır cəmsi. Kley kimi makyajı üzə yapışdırır. Daha sonra Rexonamı götürmüşəm təbii ki. Çox sevirəm bunu, çox bəyənirəm. SPF kremi götürmüşəm. Bu da bizdə satışda var qızlar. Yəni kim istəyirsə əldə edə bilər. SPF 50-dir. Dəri tonun bərabər elədiyinə görə çox bəyənirəm bunu. Daha sonra belə bir mini bədən spreyi götürmüşəm. Əslində bədən spreyi bu aralar favorim. Sırf bu Dolce Gabbana parfümünün olan spreydir. Əlimdən heç düşmür, amma onun boyu böyük boy olduğuna görə onu götürmədim. Bu mini boyuydu deyə bunu götürmüşəm. Victoria's Secret'in Very Sexy seriyasındandır. Daha sonra qızlar bu parfümün bu aralar hər kəsin məndən soruşduğu Givenchy parfümünün. Yəni o qədər gözəl bir parfümdür ki, bugünə qədər hələ elə bir xanım, hələ bir bəy olmayıb ki, də öz ətrafımızdan söhbət gedirəm. Mən bunu vurum, məndən soruşmasın. Harada haçan çıxardıb vururamsa məndən bunu soruşurlar. Və yaxud da bunu vurub hara gedirəmsə ortamda məndən qoxu soruşurlar. İndi bunun nəyinin axtarışındayım qızlar, içərisində az qalıb. Təbii ki, mən hər dəfə bunu o boyda pul verib belə çantama atıb rahat-rahat o tərəfə bu tərəfə püskürdən deyiləm. 200 manata yaxın bir qiyməti var bunun. Ona görə də nəyinin axtarışındayım sizcə? Bütün Dubai sərgilərinə atmışam. Bunun Dubai variantı
Yəni orijinal Dubai variantı bilirsiniz ki, münasib qiyməti olur. Dubai variantı inşallah sərgiyə gələn kimi dərhal sifariş edib stok özüm bağlayacağam inşallah. Çünki çox bəyənirəm bu qoxunu, bu aralar favorimdir. Amma artıq yəni bu bahalığında parfümü mən görürsünüz ki, diblərində saxlamışam, bitirmişəm. Daha sonra qızlar belə bir bronzer ənlik deyək də, parıltıldı zaqaralanda bunu həm bronzer həm ənlik kimi vururam. Bunu götürmüşəm. Debalımdan da qeyd edim ki, sonra tonal krem olaraq Dior'umun bu stick tonalını götürmüşəm. Baxın bu şəkildə də çox bəyənirəm bu tonal kremi. Həm rahatı, düzdür günlük istifadə üçün deyil, amma belə qəşəng tonallı olsun. Günlüyə görə götürmüşəm. İndi tam ad gününə görə götürmüşəm. Daha sonra L'Oreal'ın bu makyaj altı bazasını götürmüşəm. Zaqar alanda bu bazanı vuranda çox qəşəng parıltılı, ışıl bir şey qalır. Yəni möhtəşəmdir. Daha sonra əl kremi olmazsa olmazdır qızlar. Bu əl kremi bilirsiniz nədir? 3 manatlı qiyməti. Amma bir dənə parfüm qoxusu gəlir bundan. Ay Allah, parfüm bunu deyirəm bacı. Bu balacanı, bu bir balacanın canında bilirsiniz nələr var. Mən götürdüyüm Miss Dior'un qoxusudur. Miss Dior'un elə bilirin ki, parfümünü əlinizə sıxmısınız da. Yəni elə bir şey olur. Daha sonra bu nədir qızlar? Bu mənim qaş və kirpik baxım serumumdur. Mia'nındır. Çox qəşəngdir. Götürmüşəm, indi kirpik qoyacağam. Deyirəm birdən onlar səbrim çatmaz, kirpiyi sökərəm. Kirpiyi sökən kimi dərhal mən bu serumu vururam ki, kirpiyimin dibini qidalandırsın, yəni zədə falan qalmasın. Balımın belə bir highlighteridir. Bu da Benefitdən qızlar. Benefitdən belə bir 2 dənə ənliyim var. Biri bronzerdir, biri ənlikdir. Mini boyda qeyd edim ki, Kiko'mun bu glosunu mən çox sevirəm. Nömrə olaraq deməli çəkim 27 nömrədir qızlar. Biraz çətin tapılan bir nömrədir, amma biz bunu 28-dəki filialdan bir təhər tapmışdıq. Pərişna stokunu izləyib. Yəni istənilən bir pomadanın, kombonun üzərindən vurursunuz. O qədər qeyri-adi qalır ki, vuranda göstərərəm sizə. Daha sonra bu pomadamı götürmüşəm. Mekindi. Qızlar çox qəşəng bir rəngi var bunun. Makyaj çantamın içinə fikir verməyin. Məryəm oranı qəşəng bulaşdırıbdır. Hə, Kinda Sexy rəngidir. Çox gözəldir. Və bu pomadamı götürmüşəm. Bu da Maybellin'dəndir. Nömrə olaraq isə 35 nömrəsidir qızlar. Çox qəşəng qalır dodaqda. Və son olaraqsa deməli Kiko'dan 31 nömrə olan dodaq qələmi götürmüşəm. Emily'dən ağ göz qələmi götürmüşəm. Ən sevdiyim göz qələmlərindən biridir. Nəsə qaldı burada? Hə, Biolis'in qızlar bu pomadasını götürmüşəm. 111 nömrəsi, qiyməti uyğun. Rəngi möhtəşəmdir bunun. Və bu da sponcumdur. Bu qədər qızlar götürdüklərim. İndi durum digər paketlər çəkib. Deməli qızlar, bu uşaqların sumkasıdır. Bu Pərişin sumkasıdır. Bu uşaqların yola götürdüyüm sumkası. Hansı ki maşında lazım olsa gəlsəyə. Bunlar nədir? Bunlar qardaşımın hədiyyələridir. Bu da qızlar, bunu da qardaşıma almışam. Ət xalı var. Ət xalı üçün də aptekdə baxın satılır. Yəni ət xaldan probleminiz varsa çox qəşəng qurudur salır bu. Düzdür, mənim özümə də ehtiyacdır əslində bundan, amma elə vaxt yoxdur istifadə eləmək. İstifadə qaydasında yəni başa salaram necədir. Çox rahatdır. 90 qəpiyə yəni ucuz bir şeydir, amma çox qəşəng ət xalı salır. Qardaşım istəmişdi, buradan alıram sonra. Qardaşımın hədiyyələridir. Bu köynəkdir. Bu belə bir şalvardır. Acılı hədiyyəsidir. Bunlar belə mama üçün hədiyyədir. Bunlar deməli nədir qızlar? Qoyun bir göstərirsə başa salacağım. Bunu göstərim sonra onu deyim. Baxın bu sifarişlərdir. Hala qızların sifarişləridir. Hərəsi ayrı-ayrı sifariş edir. Belə ayrı-ayrı paketə yığmışam. Bu da mənim onlara ayrı-ayrı minik belə deyim də hədiyyələrimdir. Hansı ki ayrı-ayrı hər birinə hədiyyə hazırlamışam. Minik paketlərə qoymuşam. Bunu da belə paketə qoymuşam ki dağınıq olmasın. Onları təqdim edəcəm üzərinə. Belə sonra burada nə var? Pərvin qızım bu sifarişanı. Hə Pərvin? Cəmalən sifarişanı. Hə, burada. Bu da bir sifarişdir. Qonşumuzun qızın sifarişidir. Burada da mamanın məhsullarıdır. Elə sizə göstərim. Mamanın daimi istifadə elədiyi məhsullardır burada. Hansı ki daimi bizdən götürürdüləri. Baxın, bu Maybey parfümünün Dubai sərgisindən olan versiyasıdır. Yəni çox qəşəngdir. Maybeyin birəbir orijinalının qoxusudur. Yəni orijinal da əslində sadəcə Dubai variantıdır. Qiyməti də uyğunadır. 55 manatadır. Nə kim istəsə əldə edə bilər. Nə idi o pərvin? Hə. Çox gözəl də qalıcılığı var. Yəni bir gün garantiyada qalıcılığı 100 millidir. Daha sonra nələr var burada? Deməli, belə mama həmişə əl kremləri götürür paçka ilə bu şəkildə beşli formada. Daha sonra baxın belə bir üz yumadır. Gül suyu tərkiblidir. Belə bir şampundur. Belə bir gözaltı parçadır. Belə bir qol altıdır. Daha sonra baxın SPF önəmlidir təbii ki. Bu SPF mama dedik, üzümə düşən yeganə SPF budur. Çox qəşəng bir nəmləndirir dərimi. Sonra burada var belə maskalar falan.
Bu da var belə mamanın yumuşaq rezinləri. Bir sözlə belə həqiqətən yəni onun da gedəndə sifarişlərini özümdən aparıram. Hər bir mamanın sifarişdə hər şey görünür. İndi isə durum qızlar. Gözün davamını çəkirəm. Qızlarım artıq elə düşünürəm ki, bu vloqu mən belə yüklüyüm. Çox uzun olmasın, yorucu olmasın, sizə baxmaq maraqlı olsun. Bu vloqumuzu burada sonlandırıb yüklüyürəm. Saat artıq 4-də işləyibdir. Kirpik yağısı idi məslində. Pərişlə fikirləşdik ki, maşında yatıb eləyəcəyik. Maşında yatıb eləyəcəyik. Birdən kliyə tam qurmaz. Bu kirpiyi gedib ora çataq, orada qoyarıq. Bir də qızlar, səhifəmizdə görürsünüz də aktivlik düşüb. Onunla bağlı keçən dəfə açıqlama vermək yadımdan çıxdı. Səhifəmiz oğurlanmışdı, YouTube-umuz oğurlanmışdı. Paylaşımlardan da yəqin ki görürdünüz özünüz. Ona görə də bir müddət kanala heç nə vura bilmirdim. Uğurlandığı üçün və orada da müəyyən şeylər var idi ki, sırf paylaşılan, biz onu sonradan sildik də, yəni kanal qaytaran kimi sildik. Ona görə kanalın aktivliyi təmiz düşübdür. Yəni axırıncı videomuzun baxışı bərbad bir vəziyyətdədir. Spamda da hal-hazırda kanalımızda, videolarımızda. Ona görə əlinizdən gəldiyi qədərilə maksimum dərəcədə çalışın ki, aktiv olun. Rəyazın düzdür, canlımız aktivdir, canlı açdım aktiviydi, amma videomuzun da aktiv olmaq lazımdır ki, kanala bir xəsarət gəlməsin. Yəni belə olanda kanal daimi aktiv olmayanda sonra YouTube tərəfindən video çəkilməyinə icazə verilmir. Ona görə də çalışın aktiv olun ki, biz də daimi vloqlar çəkə bilək, paylaşa bilək. Və indi bu vloqu hazırlaşmaq vloqu adlandıraq. Bunu sizlərlə paylaşdım. Növbəti inşallah sabahki vloqumuz olacaq. Ağcabədidə birinci günü vloqumuz, qardaşımın ad günü vloqu. Orada mama bizim üçün toyuqlar falan saxlayıbdı. Onların hər birini özümüz gedən kimi qəşəng tutmalıyıq. Çünki Bakıya gətirəcəyik də özümüzdən kəsib tutmalıyıq. Kəsilməlidir, təmizləmək. Hamısını sizlər üçün, yəni bir-bir neynəsək vloqa inşallah çəkəcəm. Uzun dolu bir Ağcabədi vloq olacaq inşallah. Gələndən də sonra əslində çəkdiyim videolar var. Sadəcə onların işıqlandırma kalitəsi xoşuma gəlmir deyə düşünürəm ki, onları yenidən çəkim. İndi baxacağam, çəkə bilsəm yenidən çəkəcəm, çəkə bilməsəm onları editləyib sizlər üçün vuracağam. Çünki ən çox istədiyimiz vloqlar idi. Hansı ki çantaların vloqudur, hansı ki üz baxım vloqudur. Hər birini yəni sizlər üçün vuracam, narahat olmayın. Ona görə siz də aktiv olun ki, biz də aktiv olaq, həvəsli olaq. Dalbadal sizlər üçün maraqlı vloqlar çəkək. İnşallah ki, növbəti irəliyən günlərimizdə çox maraqlı, sürprizlikdən heç nə demək istəmirəm. Maraqlı, qəşəng, fərqli yerlərdə vloqlar gələcək. Ona görə nə edirik, izləmədə qalırıq. Bildiriş butonunu açırıq ki, Lolavız vloq paylaşan kimi sizə bildirim gəlsin. Dediyim kimi hal-hazırda kanalımızın aktivliyi yerlə birdir. Nəysə qızlar, bu vloqumuzu burada sonlandırıram. Sizləri sevirik, yaxşı ki varsınız, yaxşı ki sizlərlə biz Lola ailəsi olmuşuq. Lola ailəmiz Instagramda var idi, TikTokda var idi, YouTube'da yox idi. Yaxşı ki də YouTube'da da oldu. Sizləri yaxşı ki YouTube'da da qazandıq. Keçən dəfə canlı açanda həddindən artıq çox suallar verirdiniz. Bundan öncəki videoda paylaşdığımla bağlı. Instagramda həddindən artıq çox sual gəlir orada paylaşımlarla bağlı. Heç nəyə qızlar ürəyə salmayın. Heç nəyə dərindən düşünməyin. Baxdım ki, hamı müəyyən mövzularda yaralıdır. Yəni bu normal bir şeydir. İnsanın başına hər şey gələ bilər. İnsanlar çiğ süd əmibdir. Nankorluq yəni normal bir şeydir. Hamıya onsuz da indiki dövrdə nankorluq eləyir. Bizim Pərişin neçə illik dostlarını idi Pərvin? 11 illik dostları bir qələmdə sildi Pərvin. Səbəbi də o oldu ki, onlardan nankorluq gördü. Əslində hamısından deyildi, birindən nankorluq gördü. Elə bil birinin hesabına da hamısı getdi. Niyə? Çünki həmin mövzuda heç bir, belə deyim də, Pərvini demə, elə ancaq dedilər ki, niyə bunu elədi, demədilər, bəlkə sən haqlısan, bəlkə elə bir şey olub ki, nə oldu, 11 ildə sən gəldin, indi bunu, yəni bu insanı sildin. Səbəbi də o idi ki, ən yaxın. Onların öncə tanıdığım biri olan, o qəşəng bilirdi mən güzel. Hə. Bəlkə o mən çoxdan tanıyır və bilirdim heç vaxt insanları durduğum yerdə heç vaxt silmirəm. Ya bu mövzunda ilk dəfə burada təsadüf açdım qızlar. Heç vaxt Pərvinin əvvəlki dostları haqqında heç bir sosial şəbəkədə heç vaxt. Yəni söhbət ondan gedir ki, biz canlıda gördük ki, hər şey çox ürəyə salmışsınız. Lola xanım, sizə nə ediblər, nə olub, nə tər olub, nə görə olub, sizin kimi bir xanıma, sizin kimi bir dosta kim neyini. Yəni o şeylər qızlar, boş şeylərdir. Hamıya hər şey eləyə bilər. Pərvinin 11 illik dostu işlədiyi yerdə təsadüf bir şəkildə öyrəndi ki, heç demə Pərvinin arxadan quyusunu qazırmış. Və ona elə bir insan Pərvinə bildirdi ki, heç nə Pərvin gözləməzdi ki, həmin insan tərəfindən o şeyi öyrənər. Nə də onun heç həmin dostu bəlkə də indi yatsa ağlına belə gəlməz ki, onun ətrafından elə bir insan o sözü Pərvinə deyib ki, subutlu şəkildə, elə bir səsli şəkildə. Çox balacadır Bakı. Bakı çox balacadır, bəli. İnanırsınız, bax onda da məsəl üçün bilmir, yox, hardan biləcək? O həmin vaxtı belə türlü bəhanələr edirdilər Pərvinə ki, ay filan şeyə görə olub, ay bəhmən şeyə görə olub, ay ona görə olub, ay buna görə olub. Halbuki səbəb heç biri deyildi. Bəlkə də dostunun özü bilirdi təxvili səbəb nə idi. Sadəcə risk eləmirdi. İnsan elədiyi səhvi necə risk elib deyə bilər ki, hə də mən bu səhvi eləmişəm. Pərvin sadəcə dedi ki, sən özün yaxşı bilirsən harda nə danışmısan, kimin yanında nə danışmısan və nə etmisən, qurtardı getdi və Pərvinin ən xoşuma gələn özəlliyi nə oldu? O insanlarla dalaşmadı. Ay qızlar, Allahımıza and olsun. Ağızdaşmadı, dalaşmadı. Dedi gedin, sadəcə və özü hamısına danışdı. Onları seçin, onu seçən deyən də yəni onu oturub dinlədilər, mən oturub axıra qədər dinlədim. Axıra qədər dinləmədilər. Pərvin sadəcə həmin vaxtda dedi ki, o digər rəfiqələrinə də məndən bu dəqiqə üçün soruşun da, mən onsuz da yaxşı deyiləm. Yəni onsuz da zərbə almışam, onsuz da 11 illik rəfiqəmin qulağımdan elə bir şeyini eşidib, elə bir şeyini görmüşəm ki, yəni bu mənə dünyanın ən böyük zərbəsi. 11 il nə deməkdir? Bir ailəvi olublar, gediblər, gəliblər, çörək kəsiblər. Yəni mən bu şeyi onsuz da dedi qaldırmağım zaman alacaqdı. Üstünə də siz məndən təkrar nələrsə soruşursunuz. İnanırsınız, elə tələsdilər də, onsuz Pərvin hər şey açacaqdı, danışacaqdı, kim ona nə deyib, nə olub. Kiminsə tırkasına mı dinlədilər, tələsdilər, eynən. Bilmirəm nə oldu, amma
Onu bilirəm ki, onlar da onu yaxşı bilirlər ki, mənə qarşı çox böyük istəyirlər. Çox böyük səfərlər. Pərvin həqiqətən, valla bacım da deyirəm qızlar. Ailələrindən də bəsləyirəm. Pərvin çox dost kim ən böyük dostu onu mən həmişə deyirəm. Ən böyük dostu insan öz valideynidir, anasıdır. Bunu öz qızıma da deyirəm. Həmişə ətrafındakı hər kəsə deyirəm ki, sizin ən böyük dostluğunuz sizin ananızdır. O heç öz yerində, amma təbii ki, bacının da öz yeri var da qızlar. Yəni demək istədiyim odur ki, elə şeyləri ürəyə salmayın. Məsələn, baban indinin özündə belə birdən deyirəm ki, Pərvin, bəlkə bağışlayasın. Baxıram ki, onun o köhnə rəfiqələri insan görür də, girirlər, səhifəmizə baxırlar, adlarını falan görüb eləyirəm, tanıyıram da. Adları falan bəzən düşür. Uzaqda da bir-birimizi görə bilərik. Bunlar normal bir şey deyil, amma eynən. Deyirəm bağışla da, gəl bağışla. 11 ili var. 11 il məni tanıyırlar. Mən heç vaxt heç biri deyə bilməz ki, qəlbimizə bu mümkün deyil, yəni bir şey. Çünki özümün qəlbimə necə özümü tanıyıram, sonra həqiqətən eləyirəm. Heç vaxt sadəcə o momentdə, o hansı o halda gibi bilə-bilə onu bilə. Qızlar, Pərvinin bir xasiyyəti var. Bir şey olsun, məsələn deyirəm. Bax, məsələn deyirəm. Hələ yüngül bir şeydən deyirəm. Deyək ki, mən nədəsə məsəl çəkirəm. Ha, bu bir misaldır. Deyək ki, nədəsə Pərvinin xətrinə dəymişəm, düzdür. Həmin moment o heç kimdən danışmaq istəmir. Bu onun artıq xarakteridir. Məsələn, o an o istəyir ki, tək qalsın, fikirləşsin, məsələn deyirəm, özü götür qoy eləsin. Düzdürmü, səhvdimi, o səhvdimi, mən səhvəmə məsəl çəkirəm. Ha, yəni burada söhbət məndən getmir, ümumiyyətlə deyirəm. Hə, o zət yazmayın da, yəni mən misal çəkirəm. Yəni o da elə bir insanda xoşlamır həmin moment isti-isti söhbətin üstünə ona qıraqdan kimsə gəlsə sual versin, üstünə rəngsin ki, nə olub, bu dəqiqə mənə dost başın kəs deməyəcək nə olub. Yəni elə bir xarakteri var onun ki, o barədə bir vaxtdan sonra istəyir də yavaş-yavaş bu oldu, bu şeyə görə oldu, buna görə oldu. Yəni belə. Satmır. Heç vaxt hələ Pərvin bugünə qədər həqiqətən. Mənə bu şey olubsa, məsələn deyək ki, Pərvin bu falan bir şeydir, amma heç bir dalaşmada üz-üzə gəlmədi. Bir dənə dedi ki, mən səni silirəm. Dedi, səbəb nədir? Dedi, səbəbi sən özün gözəl bilirsən, get otur, gör. Mən bugünə qədər başıma gələn hadisələrdən hansı daşı qaldırdımsa, altından sən çıxdın. Bir dənə otur, fikirləş, gör, kimin yanında, harda nə danışmısan. Biz onlardan elə belə deyil, ailəm gedib olan evində qalırdıq, onlar bizdə gəlirdilər, bizə gedirik onlardan gəzməklə. Belə deyim də, yəni içili-biçili olmuşuq da, başa düşdün. Belə, hə, elə. Belə də qızlar. Mənə böyük bir dərs oldu. Yəni demək istədim odur ki, mənim bir tanışım, dostum varmı? Mən görürsən də ki, yoxdur. Ətrafı böyükdür Pərvinin. Pərvin o qədər, bəli, Pərvinə yəni o qədər hər yerdə hörmət qoyurlar ki, Pərvin özü neçə il tibdə işləyib, neçə illərdə orada böyük bir kollektiv ətrafı var. Onun hamısı da Pərvinin xətrini çox istəyir, amma demək deyil də hamı Pərvinin dostudur. Demək istədiyi odur ki, yəni artıq dost. Siz də keçən səfər canlıda baxıram ki, çox belə ürək əsaslı xanım nə olub, elə belə kimlə hansı dostluq sizə nə edib, nə bilim nə olub. Yəni mən elə şeylər qızlar görmüşəm ki, insanlardan elə şeylər Pərvin ilə gözümün qabağında 9 illik dostu anidən durduğu yerdə elə bir insan tərəfindən o dostun iç yüzü açıldı ki, yəni mən inanmırdım. Pərvinə dedim ki, Pərvin otur özünlə danış, ola bilməz. Pərvin elə ola bilməz. Ay Pərvin nə danışırsan? Bəzi şeylər var ki, o insana, bütün insanlara aid olan bir şeydir. İnsanlar onu idarə edə bilmir. Xüsusiyyət mi deyim, bir his mi deyim, paxıllıq tanrı, nəsə bir xarakter deyim. İnsana bəzi şey qəbul, amma elə şeylər var ki, onun danışdığı şey sən həyatını həll edir. Düzdür. Yanlış bir fikir, kiməsə nəysə dözməyib dövrəkdir. Onun bir kəlməsi, bir səhv cümləsi, hansı bir hissində qapılıb deməli. Bir insan gələcəyini həll edir. Düzdür qızlar, düzdür. Başa düşdünüz mən nə dedim? O səhvləri keçmir. Heç vaxt satanlardan olmuyor. Məndən sizə məsləhət. Kim nə eləyir eləsin sizə. Kim nə sizə pis eləyənlər demirəm ha qızlar. Pis eləyənə ənkə pis eləyən. Yəni heç vaxt heç bir pis qarşısında susmayın. Amma hə, Pərvin ölüm o insan üçün çox istəyim, söhbət sevgiyə getməli ümumiyyətlə də. Yəni bax belə ölüm ha bax 11 il az dedi insan 11 il az deyil, heç az vaxt deyil. Tələbəliyim onlardan keçib, tələbəliyim də 16-17 yaşında olur, uşaq olursa, onlardan böyüyürsən. Tələbəliyim onlardan keçib, xoş günlərim bizim belə deyim də oxumaya görə. Qızlar ilk dəfə də bu mövzu haqqında danışırıq, çox şanslısınız. Dərdləşirik hal-hazırda sizlə. Onlarda da özümdə hamı o qızları mənim ailəm kimi bilir. Hara gedir də Düzdür. Bizim toyumuzda da olub o qızlar. Mənim yanımda köynəklərimiz var, yadımdadır. Hamısını atdı. Ay Allah, hamısını necə sildi atdı. Nələr yox idi, bütün hər şey. Onların aldığı qızılı belə, hədiyyə qızılı. İnsan qızılı atar. Yəni qızıla insanın heyfi gəlməz. Bu insan qızılı götürdü gözümün qabağında atdı suya. Yəni demək istədim, hələ mən həmən ələfəs dedim ki, Pərvin bəlkə nəsə yanlış anladı. Dedi ay qız yox, gözümdən görmüşəm axı. Bəzi şeylər var ki, o qızla mənim aramda. Hə, bir də dedim müəyyən nüanslar var ki, Leyla, o səndən də daha sən də bilmirsən də, onunla mənim aramda olubsa, üçüncü bir şəxs bunu mənə deyirsə, deməli onu o deyib də mən deməmişəmsə, deməli o deyib. İnanın ki, qızlar sildi, atdı. Yəni mən belə öz bacımı tanıya bilmirdim ki, 11 illik mən şans verərdim. Mən çox şans verirəm qızlar, açığı deyirəm. Çox deyəndə 1 verirəm, 2 verirəm, 3 verirəm. Hə, bir müddət, hə. Onun sonra şeylə bir şey olmurdu. İndi o insanların adı gələndə belə yox idi, o kimdir? Bir həqiqətən bir yadına çıxır. Yox, bəlkə insan da deyirəm ki, mən demirəm, amma elə səhvlər var ki, keçirməmək. O səhv deyil də, o artıq bir seçimdir. Mən gənc xanımam, düzü. Onlarla tanış oldu, o neçə keçib üstündə. Mənim yaşım azdır. Mənim bir gələcəyim var bir xanım. Əlbəttə ki, İş karyeram olsun, şəxsi həyat olsun və s. Elə bir insan cəsarət tapıb. Pis
ciddi eləməyə başlayırsa. Başlayırsa, o gələcəkdə böyük səhvlər var. Onun sonu ucu bucağı olmur qızlar. Haqqlıdır əslində. 2011 illik dostluğu sizə o ailə. Amma çox çətin oldu Pərvin üçün də. Deyim qızlar belə sildi, atdı, dedi, güldü. Yox, elə olmadı. Pərvin bir müddət. Mənim o digərləri lap pis mənə. Bir rəfiqəsi var idi qızlarda da, adını çəkmirəm də. Uşağı falan da var idi, ailəli idi o. Onun elə deyir, Pərvinə lap zərb oldu. Niyə? Çünki deyir, mən hamı deyir, onu atanda mən onu tutmuşam, mən ona ana bacı olmuşam. Yəni anası kimi olmuşam. O onu tala bilməz. Daha bizim ətrafımızda olanlar çəpər öyrəndə onun arkasında mən olmuşam. Amma belə onun imindi mən elədiyi daha çox öyrədir ki, necə sən məni tanımırsanmı? Sən mən illərdir biz bir yerdə bir yemiş. O mən elə başa düşürəm ki, o digər qızın manipulyasiyasına düşdü. Digər qız da qızlar belə deyim də, yəni onun da yaşı azdı, az idi, həmən ərəfələr. Biraz da qaynayan qızdı. Yəni insan var ki, onun beyni 24 saat qaynayır və plan qurur. Bax o tiplərdən idi. Yəqin ki, onun hansısa bir ağzından qaçırdığı bir şeyin qurbanı oldu o da. Yəni səhvsiz insan yoxdur. Bəlkə də o da öz səhvini indi başa düşür. Bəlkə də bilirəm Pərvində hər insan sənin kimi, mənim kimi olmur ki, söhbət odur. Və mən məsələn qızlar şans verməyə mən bacarıram da, amma Pərvin yox, Pərvin vermir. Pərvin silir atır, deyir, qutardı, getdi də ola bilməz. Xırda səhvlərdən mən keçir. Ki deyir, xırda səhvlərində çox görmüşəm də. Adi bir məsələn, çox keçmişəm. Hə, kiçik mövzularda deyir. Məsələn deyir, rəfiqəm deyir, güvənmişəm, tapşırmışam ki, bu şeyi mənə al. Alıbdı mənə məsələn deyirəm, deyib 20 manat, sonra öyrənmişəm ki, 20 manat deyilmiş, 5 manat deyilmiş. Hə, eynən məsələn üçün Pərvin haqqında kiməsə səs atırmış, gəlib Pərvinə düşüb o səs onun qulağı ilə eşidir. Deyir, əş insan deyir. Deybətdə də ola bilər də. Xalası qızına atdığı səs gəlib Pərvinə. Çünki deyir o şeylərdə məsələn o qədər elə şeylər olub, bunlar keçmişəm, artıq deyir mənim həyatımla bağlı, şəxsiyyətimlə bağlı. Kimsə nəsə cürət edib səhv bir şey danışırsa mən ondan keçə bilmərəm təbii ki. Düzdür. Ona görə də qızlar nə edirik? Hətta nə qədər video oldu. Nə edirik? Ürəyə heç nə salmırıq. Kim mənə nə edib, nə qayırıb, mənə eləməyib. İnsan özünə eləyir onu. Heç kim mənə heç nə eləyə bilməz. Yəni ən böyük hörmətsizliyi insan özünə eləyir. Bu videoda balıq bürcülər kim var? Hamı yazsın görsə. Onlarda da bu xarakter var yoxsa çox var. Hə, balıq bürcüdür bacım bu arada. Mən əkizlərəm qızlar. Mən əkizlərəm. Mən necəyəm? Necə biriyəm? Əkizlər bürcü olan xanımlar yazsın. Mən hər şeyi görürəm. İnsanların nə etməyə çalışdığını da görürəm. Sən sadəcə bir mimikayla belə bilirsən. Bəli, sadəcə sevdiyim insanlara qondurmuram onu. Amma çox səhv edirəm. O görə elə bir söz çıxdı qabağıma ki, qardaş bunu qondur da, qondurmaya. Öz evi yıxırsan, qondur bunu. Qondurma. Görürəm amma bunu bu məqsədlə eləyir. Deyirəm, yox, bəlkə belədir. Bəlkə deyə axırda baxıram ki, zərərli mən çıxmışam. Mənim o danışdığım mövzuda qızlar, yəni inanın ki, vallahi heç nədən düzdür. Nələrsə sezirdim, nələrsə duyurdum, dediyim kimi, amma onu qəbul eləmirdim də, qondurmurdum ki, yox, elə deyil, belədir. Mən biraz empatini çox qurmağı, aşırı qurmağı bacaran biriyəm. Elə insanlar var ki, hörmətli olmaq üçün hamının yanında onun olduğu kimi olmaq istəyir. Ay, sağ ol. Hörmətli olsun. Məsələn, gəlir sənin yanına, digərləri haqqında nələrsə deyilir, düzdür. Sənin yanında hörmətli olsun. Gedir o birində yanında mənim haqqımda deyir. Onun ucu xətərdir. Tanımadığı insanlardan da kompleksin olur. Yəni qızlar, böyük bir haqsızlığa uğradım mən də. Tanımadığım bir insan, yəni ən pisimə də gələn bilirsiniz nə oldu? Tanımadığım insan mənim gözümü açdı. İnanın ki, ən böyük ağrıma gələn şey oldu. Tanımadığım, heç vaxt bir stakan çay belə içmədiyim, üzrə gəlmədiyim biri mənə gəldi, dedi ki, ay bala, sənin yatımsan fil qulağında, bir oyan artıq. Bəsdir bu özünə fədakarlıq elədin, özünə. İndi artıq bilirsiniz necəyəm qızlar. Hamı necə məndə elə. İnsanın elə ən böyük dostu, onun öz anası və ailəsidir. Bu bir daha öz təsdiqini tapdı və o şeylərə mən həyatı boyu pis olan biri deyiləm. İlk dəfə deyil mən haqsızlığa uğrayıram, ilk dəfə deyil mən haqqım yeyilir, nankorluq görürəm. Bəli. Yəni ola bilsin ki, o canlıda onu yazan xanımlarımız biraz gənc yaşlı, bu tələbə xanımlarımız hər şey onlara təsir edir. Qətiyyən qızlar, elə şeylər çox görəcəksiniz. Yəni ölüm itim eləməsin Allah. Başqa bir şey birdət yaşatmasın Allah. O şeylər hamısı nədir ki? Bugün var o insanlar, sabah yoxdur. O elə insanlara mən elə deyirəm artıq. Mən dostçuluq eləyəndə, yaxınçılıq eləyəndə o insanı tamamilə başqa bir köşəyə, başqa bir yerə qoyuram. Mənim üçün o insan toxunulmaz olur, dəyərli olur, əziz olur. Yox, onu artıq haçansa başqa bir şey görürəmsə də artıq o insanın görürəmsə də, amma əgər mənə biri gəlib desəydi falan kəs falan söz dedi, ona inanmazdım ki, deyiblər də o qədər ətrafındakı insanlar haqqında mənə o qədər sözlər deyiblər. İnanmışam Pərvin haqqında mənə o qədər şey deyiblər. İnanmışam. Gedib kiminsə sözünə görə kiməsə demişəm ki, sən falan sözü demişsən. Heç vaxt onu eləməmişəm. Heç vaxt. Amma artıq bir şey ki, mənə sübutla göstərirlər, dururlar, sənin yaxın dediyin birinin səsini qulaq asdırırlar ki, falan vaxtı. Əslində həmən insan özünü də dost satır. Belə baxanda qızlar burada yeganə satmayan mənəm. Vallahi. Bu söhbətdə hamı silsiləli şəkildə bir-birini satdı. Nəticədə bir dənə satmayan tərəf mənəm. Belə. Nəysə qızlar, vlogumuz çox uzandı. Qısa bir danışıq idi, uzandı, nə boyda oldu, dərdləşdik. Heç vaxt belə bir mövzu, heç vaxt heç bir sosial şəbəkədə açmamışdıq, danışmamışdıq. İlk dəfə idi danışdı. Pərvin də burada sizləri yaxın bildi, dərdləşdi. Rahatladı, mən elə başa düşürəm. Hə, Pəriş. Deyirəm, dərdləşdim biraz, məncə rahatlaşdım belə, lap belə qəşəng. O mövzu artıq rahatlıq mövzusunu keçib səlçinə. Belə qızlar, sizləri sevirik, yaxşı ki varsınız. Sabahki vlogumuzu gözləyin. Öpürüm sizləri. Hələlik.